ağciyərin, qaraciyərin bir nömrəli dərmanlarına sayılır. Hazırlanması yaxlıdır. Yeməklərə ən çox dad verən nədir? Soğan. Azərbaycan mətbəxi soğanla məşhurdur. Yaxşı da soğanı öldürək. Bu gözəl otları tanıyın. Çiriş, qəşəng yuyursunuz, xırda-xırda doğrayırsınız. Çirişi əlavə edirik və qaraciyərin, ağciyərin dərmanı əmək köməkçisi əlavə edək. Çox sadə ev üsulunda hazırlaya biləcəyiniz mükəmməl mövsüm yeməyi. Çox yandırmayaq, qovurmayaq, vitaminini çox öldürməyək. Suyumuzu əlavə edək və öncədən islatdığımız düyünü əlavə edək. Keyfiyyət takip atın. Bəyəndinizsə ürək düyməsini basın. Ehtiyacımız var. Bir çox insanların qabağına çıxmaq üçün siz də yardımcı olun. Sarımsaqsız həyat olar. Bu da sarımsaq. Bu belə. Limon. Limonun suyu mütləqdir. Yumurtaya da kət yumurtasını da əlavə etdik. Ləzzətli. Artıq sarımsaq mütləqdir. Buna baxın. Gör nə alınır be. Gör nə alınır be. Hazırlayın sırınış olsun. Qatıq, sarımsaq. Bunun dadını siz pişirməyənə kimi bilməyəcəksiniz. Dadı superdir. Faydası sonsuzdur. Kimi gözləyirsə, pişir, vur bədələ.